bəziləri düşünə bilər ki, biz radikalizmdən danışırıqsa, bu ancaq İslamı ehtiva edən bir mövzudur. Bu tamamilə yanlışdır. Başqa dinlərdə də təbii ki, radikalizm var. Məsələn, xristianları götürsək, xristianlarda radikallığın bir çox formaları və təzahürləri var. Məsələn, tarixə əgər müraciət eləsək, görürük ki, məsələn, xaçlı səlib yürüşləri. Bu başlayıb ilk xaçlı yürüşü 1096-cı ildə və təxminən 250 il boyunca davam edib bəzi fasilələrlə və bu məsələn Fələstin ərazisinə, Misir ərazisinə, Tunis ərazisinə və yaxın şərqdən bir qədər İslam coğrafiyasının üzü Avropanın, yəni qərb istiqamətinə doğru olan coğrafiyasında bir çox xaçlı yürüşləri təxminən araşdırmaçılar 7-8 xaçlı yürüşünün olduğunu qeyd edirlər. Bu xaçlı yürüşləri də İslam torpaqlarına hücum edib, sonra isə həmin torpaqlarda yaşayan əhalinin qətliam edilməsi, genosidə məruz qalması, insanların, yəni şəhərlərin dağıdılması, yerlə yeksan edilməsi şəklində təzahür edirdi və ilk xaçlı yürüşü də dedik ki, 1096-cı ildə oldu və təxminən 2 il davam etdi və bundan sonra bu, yəni növbəti mərhələdə Fələstin ərazisi tamamilə işğal olundu, Qüds şəhəri işğal olundu